Hacıqabulda ötən gündən yağan intensiv leysan rayonun mərkəzi və bir neçə kənddə su basmaya səbəb olub. Hadisə ilə bağlı aidiyyatı qurumlar gücləndirilmiş rejimə keçib. Ərazidə suların çəkilməsi üçün işlər görülür və ziyanın müəyyənləşdirilməsi məqsədi ilə komissiya yaradılıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Salih Əsgərov bildirib ki, yağışlar günorta saatlarından başlayaraq intensivləşib. Nəticədə rayonun mərkəzi, Muğan qəsəbəsi, 1-ci və 2-ci Udulu, Şorbaçı, Rəncibər, Qubalı Baloğlan və Pirsaat çay kəndlərində bir sıra ev və təsərrüfatlar su basmaya məruz qalıb. Fövqəladə Hallar Nazirliyi və Su Meliorasiya Xidmətinin texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İlkin məlumata görə təxminən 200 ev və həyətyanı sahə su altında qalıb. Vətəndaşlara dəyən ziyanın qiymətləndirilməsi və məlumatlandırılması istiqamətində komissiya fəaliyyət göstərir. Əsas təhlükə isə 1-ci və 2-ci Udulu kəndlərinin yaxınlığında yerləşən, uzun illərdir istifadə olunmayan göldə su səviyyəsinin kəskin artmasıdır. Həmin əraziyə texnikalar növbəli şəkildə cəlb edilib. Bundan başqa Pirsaat su anbarının tam dolması və çayda suyun səviyyəsinin qalxması səbəbindən Rəncibər istiqamətində yolda problem yaranıb. Hazırda bu çətinliklərin aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir, deyə məlumatda qeyd edilib. Mirsahib Rahloğlu, Muğan TV, Hacıqabul. Doğru, doğru.